Salam, çox hörmətli və dəyərli VIP Maçdağı izləyicilərimiz. Bugün sizə Maçdağı qəsəbəsində Savalan yaşayış massivində asfalt yolda yaxın, qapısına qədər asfalt, marşrut xəttindən cəmi 120 metr məsafədə belə bir 2 mərtəbəli restoran edirəm. Evimiz ümumi 220 kvadrat metrdir, 5 otaqdan ibarətdir. Gördüyünüz kimi hal-hazırda evimizin həyət hissəsindəyik. Həyətimizdə burada belə bir yay mətbəx var. Bura yay mətbəxidir, belə göstərim sizə. Gördüyünüz kimi. Sonra burada belə bir manqalı var. Ayrıca sanitar qovşağı var, həyətə özəl. Bir də belə bir kladovkası var. Evin də yan tərəfdən sizin görüntüsünü göstərim. Çox belə böyük bir evdir. Burada da 10 tonluq su bakı var. Yəni qazı suyu işığı daimidir. Hər ehtimala qarşı belə bir tikilisi də var ki, lazım olsa, ehtiyac olarsa istifadə etmək mümkündür bundan da. Belə bir ayrıca 2 tonluq suyu da var. Xətti çəni də var burada. Burada da obyekt, deməli evin içində də bir obyekt var, onu göstərəcəm sizə. Burada belə bir 50 kvadratlıq belə bir obyekt var. Yəni təmir olunsa, arenda vermək olar. Burada kombixanasıdır. Hazırda kombisi görürsünüz, qoşuldu, işləyir. Evdə yaşayış mövcuddur. Həyətində fasad işləri yəni qalıb. Problem bir şey deyil. Keçək evin otaqlarını tanış olaq. Dəyərli izləyicilərim, indi isə keçdik evin otaqlarına. Bu gördüyünüz kimi geniş bir koridordur. Burada deməli evin içərisində qaraja gördüyünüz kimi belə bir qapısı var. Bura qarajıdır. Dediyim kimi ikinci bir obyekt var. Hal-hazırda işlevizdir. Burada belə bir obyektiv küçəyə baxır, yəni qapısı evin içərisindən. Burada bir belə bir otaq var. İndi oranı çəkə bilməyəcəm. Üzülürsən, amma təmirli otaqdır yəni. Burada belə bir mətbəx. Görürsünüz, kamera sisteminə qədər mövcuddur, işləyir. Evimizin təmiri də yəni ki, super təmirlidir. Dəyərli izləyicilərimiz, burada isə evimizin deməli sanuzeldir. Sağ tərəfdə hamam otağıdır, gördüyünüz kimi. Solda isə sanitar qovşağıdır. İndi çıxaq evimizin ikinci mərtəbəsinə. İndi isə keçək evin ikinci mərtəbəsinə. Pilləkənına qədər yəni betonlandır. Üstündən taxta yığılıb belə. Burada evimizin deməli belə bir eyvanıdır. Gördüyünüz kimi. Keçək indi otaqlara. Deməli, ikinci mərtəbədə də sağ tərəfdə uzun belə bir qonaq otağıdır. Onu deyim ki, kombi xətləri bu otaqlara çəkilib, amma quraşdırılmayıb da. Radiatorlar yoxdur. İkinci mərtəbəyə aid. Bu otaqda yaşayışa burada radiator mövcuddur. Burada belə bir yataq otağıdır. Kiçik olan. Burada da həmçinin belə bir yataq otağıdır. Gördüyünüz kimi hazır, təmirlidir. Burada isə axırıncı belə bir yataq otağıdır. Bunun da yəni aboya ehtiyacı var, başqa heç nə. Bir də radiatorlar qoyulmalıdır. Koridor da elə. Gördüyünüz kimi aboya ehtiyacı var. İkinci mərtəbənin də sanuzeli var. Onu göstərim sizə. Bəs aksesuarlar qoyulmayıb, yəni belə hazırdır. Sonda isə gördüyünüz kimi bu evimizin qiyməti deyilir 143.000 manat. Yəni real alıcıya ev sahibi tərəfindən təbii ki endirim var. Qiymət 143.000 manat, sənəd isə kupçadır. Çıxarışlı xüsusi mülkiyyət. Əlaqə nömrələrimiz aşağıda və səhifədə var. Bu və digər evlə tanış olmaq istəsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Səhifəmizin nömrələrimiz var. Bizi izləməyi unutmayın. Sağ olun.